Hər kəsə salam. Mənim uşaqlarım pendirli nə yemək varsa çox sevirlər. Bugün də onlar üçün xaçapuri bişirməyə qərara gəldim və çox dadlı da alınmışdı. Xəmiri üçün 300 qram qatıq, 1 yumurta, 1 çay qaşıq duz, 1 çay qaşıq şəkər, 3 xörək qaşığı duru yağ əlavə edib qarışdırırıq. Üzərinə 450 qram un və 10 qram qabartma tozunu əlavə edib xəmir yoğururuq. Bir 5 dəqiqə xəmiri qoyuruq qırağa özünü tutsun deyənə. Bu zaman içlik hazırlayırıq. 350 qram pendir. Mən 2 cür pendir götürdüm. Holland və mozzarella pendirim var idi. Onları qarışdırdım, rəndələdim. Üzərinə bir dənə yumurta və biraz duz əlavə edib qarışdırmışam. Xəmiri 4 yerə bölüb kündələyirik. Xəmir çox yumşaq, ələ yapışmayan bir xəmir alınır. Onunla işləmək çox rahatdır. Kündəni yayırıq, çox böyük yaymağa ehtiyac yoxdur. Ortaya pendirimizi əlavə edib, kündəni videoda gördüyünüz kimi əlinizlə yığırsınız. Xəmiri o biri üzünə çevirib, üstündən oxlovluq biraz keçirik ki, yastılaşsın. Əvvəlcədən isidmiş tavaya əlavə edirik, yağ əlavə eləmək heç ehtiyac yoxdur. 5 dəqiqə bişirəndən sonra o biri üzünə çevirib, tavaya qapaq qoyuruq ki, buxarda tam axıra kimi pişsin. Pişəndən sonra üzərinə kərə yağı əlavə edirsiniz. Bu reseptlə xaçapuri bişirmək çox asandır və ən əsası da çox da dadlı alınır. Tövsiyə edirəm, siz də bişirib dadına baxarsınız.